Salam, hər birinizi xoş gördük. 2025 biologiya dimi test toplusu maddələr mübadiləsi, energetik və plastik mübadilə mövzusu üzrə testimizə qaldığımız yerdən davam edirik. 156-cı testə baxaq. Polipeptid zəncirin translyasiyası 1 dəqiqə müddətində başa çatırsa, bu zaman ayrılan suyun kütləsi neçə qram olar? Əvvəlcə nə edirik? Bu 1 dəqiqəni çeviririk saniyəyə. 1 dəqiqə bərabərdir 60 saniyə. Bilirsiniz ki, bir dənə amin turşunun zülal zəncirinə birləşməyi 5də 1, 6da 1 saniyə çəkir. İndi yazaq, əgər bir amin turşunun birləşməyi 5də 1 saniyə çəkirsə, onda neçə amin turşuymuş, onun birləşməyi 60 saniyə çəkibdir. X bərabər oldu buradan 300-ə. İkinci tərəfdən yenə 6da 1 ilə tapaq. Bir amin turşunun birləşməyi əgər 6da 1 saniyədirsə, onda x amin turşunun birləşməyi 60 saniyə olar. Buradan x bərabər eləyər 360 nəyə? Amin turşuya. İndi bizdən nə istəyir? Suyun kütləsini qramla istəyir. Suyun kütləsini necə tapırdıq? N çıxaq 1 düsturu ilə. N çıxaq 1-də birinci, yəni N burada nə idi? Amin turşunun sayı idi. 300-dən çıxaram 1-in, qalar buradan. Deməli 299-u 299 qalar. İkinci tərəfdən yenə n çıxaq 1 bərabərdir 360 çıxaq 1. Buradan da bərabərdir 359 su molekulu. Amma qramla tapmaq üçün nə etməliyəm? Hər ikisini 18-ə vurmalıyam ki, baxım görüm bunlar neçə qram eləyir. Deməli 299-u vursam 18-ə eləyər 5382. 5382, 18-ə də vursam eləyir 6462. Deməli, uyğun gələn cavabımız oldu. Burada B variantı. 167-yə baxaq. 167 yox, 157-yə. 157 deyir ki, polipeptid zəncirin 1 molunun translyasiyası zamanı ayrılmış suyun kütləsi 3600 qrama bərabərdirsə, polipeptid zəncirin orta nisbi molekul kütləsi nəyə bərabərdir? Bir su molekulunun molekul kütləsi, 1 mol suyun daha doğrusu molekul kütləsi 18 qramdır. X moluncu da onda olar 3600 qram. Tapaq görək neçə mol suyumuz var. Buradan da bərabər oldu. 2, yanında da 2, 0 demək. 200 demək su molekuluna bərabər oldu. İndi bizə nə deyir? Deyir, zülalın orta nisbi molekul kütləsini tapın. Birinci amin turşunu tapaq ki, sonra zülalı tapaq. N çıxaq 1 bərabərdir 200 molekul su. Buradan N bərabərdir 201 amin turşu. N burada amin turşunu göstərirdi. Zülalın da nisbi molekul kütləsini necə tapırdıq? Amin turşuların sayını vururduq 110-a. Amin turşu bizdə oldu 201. Onu da vursam 110-a. Bu da bərabər eləyir 22110. Deməli 157-də düzgün cavabımız oldu C variantı. 158-ə baxaq deyir, emerentidə amin turşuları kodlaşdıran tripletlərin kütlələri cəmi 360.000 AKV-dir. Bu emerenti üzərində kodlaşdırılmış zülal neçə amin turşudan təşkil olunmuşdur? Deməli, biz bilirik ki, bir dənə amin turşu demək, bir amin turşu 3 tripletdən təşkil olundu. Bir tripletin də molekul kütləsi 300 AKV-dir. Bir triplet 300 AKV-dirsə, onda bir tripletin yox, bir nukleotidin molekul kütləsi, üzrlü sayım, bir nukleotidin molekul kütləsi 300 AKV-dir. Onda neçə nukleotid demiş ki, bunun molekul kütləsi olubdur 360.000 AKV. X buradan bərabər eləyər 1200 nukleotid sayına. Deməli, 1200 nukleotid var. Bu mənə nə deyir? Deyir, neçə amin turşudan təşkil olunubdur? 3 nukleotidimiz bir amin turşuya uyğun gəlir. Bizdə neçə nukleotid var? 1200 nukleotid var. O neçə amin turşuya uyğun gəlir? X. X buradan bərabərdir. 1200-ü bölərəm 300-ə. O da bərabər eləyər 400 amin turşuya. Deməli, 158-də düzgün cavabımız oldu Y variantı. 159-cu testə baxaq. Deyir, emerentidə amin turşuları kodlaşdıran tripletlərin kütləsi 90.000 AKV olarsa, bu emerenti üzərində sintez olunan zülalın orta nisbi molekul kütləsi neçə olacaqdır? Demək, nə edirik? Yenə yazırıq ki, əgər bir nukleotidin molekul kütləsi 300 AKV-dirsə, testdə bizə nə deyir? Deyir ki, tripletlərin molekul kütləsi 90.000 AKV-dir. Onda neçə nukleotid imiş ki, bu tripletlər, onların da molekul kütləsi olubdur 90.000. X buradan bərabər eləyər 300 nukleotidə. 300 nukleotid. Bizdən nəyi soruşur? Emerenti üzərində sintez olunan zülalın orta nisbi molekul kütləsini soruşur. 300 nukleotid. 3 nukleotidimiz bir amin turşuydu. Bizdə də 300 nukleotid var. 300 nukleotidim də X olar. X bərabərdir buradan 100 amin turşuya.
100 amin turşu. Zülalın orta nisbi molekul kütləsini necə tapırdıq? N vururduq 110-a. Bu da olurdu zülalın orta molekul kütləsi. Bizdə də amin turşunun miqdarını nə qədər tapdıq? 100. 100-ü vuranda 110-a. Bu da bərabər eləyir. Deməli 11.000. Deməli burada da düzgün cavabımız olacaq. 11.000 hansındadır? B variantında düzgün cavabımız olacaq. 160-a baxaq. Deyir ki, qlikozanın oksigenli parçalanması zamanı əmələ gələn bütün enerjinin protonların ATF sintetaza kanalından keçməsi hesabına hasil olması nəzərə alınarsa, ATF sintetaza fermentinin kanalından 1 mol hidrogen katyonu keçərkən ayrılan enerjinin nə qədər ATF molekullarının sintezinə sərf olunar. Deməli, biz bilirik ki, oksigenli əgər ki 24 hidrogendən danışırsa, deməli oksigenli mərhələni nəzərdə tutubdur. Oksigenli mərhələdə 2600 kJ enerji ayrılırdı ki, bu enerjində 1160 kJ istilik şəklində itirdi, 1440 kJ isə ATF şəklində toplanırdı. 24 dənə hidrogen katyonu keçəndə əgər 1440 kJ enerji ATF şəklində toplanıbdırsa, dərsdə mənə deyir ki, 1 mol hidrogen keçəndə nə qədər olar? Deməli, 1440-ı bölürük 24-ə, bu da bərabər eləyir 60 kJ, təqribən 60 kJ-a. 161-də nə deyir? Qlikozanın oksigenli parçalanması zamanı əmələ gələn bütün enerjinin protonların ATF sintetaza kanalından keçməsi hesabına hasil olunması nəzərə alınarsa, ATF sintetaza fermentinin kanalından 1 mol hidrogen katyonu keçərkən ayrılan enerjinin nə qədəri istilik şəklində deməli yayılır. İndi də yayılanı, yəni bax bu 1160-ı soruşur. Yenə yazıram 24 dənə hidrogen katyonu keçəndə əgər 1160 kJ enerji ATF ətrafa səpələnirdisə, onda 1 mol hidrogen keçəndə nə qədərsə səpələnər? X qədəri səpələnər. X də bərabərdir 1160-ı bölürük 24-ə. Bu da bərabər eləyər, deməli 40 təqribi, yəni belə deyək, 48 kJ. Deməli 161-də düzgün gələn cavabımız oldu B variantı. 162-yə baxaq. Mitoxondrilərinin membranından lipid qatından keçə bilən ionlar ATF-nin sintezini poza bilərlərmi? Oxumamışdan deyək, ilk öncə poza bilərlər. Çünki orada potensiallar fərqi yaranırdı, bilirsiniz. Ona görə də onlar membrana dəyib toxundurub onun potensiallar fərqini azalda bilərlər. Ona görə də poza bilməzlər variantlarını atdıq. Geriyə qaldı 2 dənə poza bilər. Poza bilərlər, əgər onlar glikoz ilə reaksiya girərlərsə, xeyr, bu səhvdir. Çünki membrandan danışdıq biz. Ona görə də qaldı Y variantı. Poza bilərlər, çünki onlar kristlərin membranlarında potensiallar fərqini azaltmaq qabiliyyətinə malikdirlər. Demək, düzgün gələn cavabımız oldu Y variantı. 163-ə baxaq. Nuklein turşularının müxtəlif növlərində eyni amin turşusuna uyğun gələn tripletlər hansı sırada düzgün göstərilmişdir? Baxın, eyni amin turşuya uyğun gələn deyirsə, siz bilirsiniz ki, DNT-də nə yaranırdı zülal sintezi zamanı? mRNT, mRNT-dən də nəqliyyat RNT-sinə uyğun şəkildə zülal sintezlənirdi. Yəni, bunlar bir-birinə uyğun gəlməli idi. Burada demək, ardıcıllıqla verməyiblər, DNT-ni sonda, mRNT-ni əvvəldə veriblər, nəqliyyatı da ortaya salıblar. Demək, əvvəlcə DNT-lərə baxacaq. Bax, SST. DNT-dən dedim ki, məlumat RNT-si yaranmalıdır. Demək, bundan özümüz elə məlumat RNT-sini alırıq. GGA. Baxıram ki, burada məlumata yazıbdır UUA. Deməli, səhv veribdir. B variantına baxıram. DNT-yə verib TGA. TGA-dırsa bundan yaranan məlumat RNT-si necə olar? RNT-də onsuz da timin yoxdur. Ona görə də heç adeninin qarşısında timin durmayacaq. Yəni, inlə deyək ki, əvvəlcədən deyək yadımızda qalsın. TGA olduğuna görə olacaq ASU. ASU. Deməli, baxın, mRNT-də ASU-dur. İndi ASU-ya uyğun da nəqliyyat RNT-si yığaq. ASU-dursa nəqliyyat RNT-sində nə olacaq? Adeninin qarşısında urasil duracaq. Sitazində guanin, urasildə adenin. UGA. Deməli, elə 163-də B variantı bizim fikrimizə uyğun gəldi. 164-də baxaq. Əgər hər bir amin turşusu 2 nukleotidlə kodlaşdırılsaydı, zülal molekulunun sintezində maksimum neçə cür amin turşu iştirak edə bilərdi? İştirak edərdi. Demək, siz bilirsiniz ki, bax, 4+3-dən kod tripletlərini tapırdıq. 4 nə idi? 4 burada onu göstərdi ki, məsələn, DNT-dən danışırdıq. Adenin, timin, guanin, sitazin var idi. DNT-də 4 dənə idi və bunlar 3-3 birləşib nəyə əmələ gətirirdilər? Amin turşunu əmələ gətirirdilər. İndi bu da deyir ki, amin turşunu əmələ gətirən bu 3 yox, 2 nukleotiddir. 4+2 yazırıq. 4+2 də bərabər olur nəyə? 16-ya. Deməli, uyğun gələnimiz oldu D variantı.
165-ə baxaq. Deyir, birinci ardıcıllıqda olan məntiqə əsaslanaraq ikinci ardıcıllıqdakı sual işarəsinin əvəzinə uyğun gələn termini yəni yazmalıyıq. Glikoza, glikogen maddələr mübadiləsi özdə dönər reaksiyadır. Yəni glikozadan glikogen, glikogen də biletazdan glikozu onsuz da bilirsiniz ki, parçalana bilirdi, çünki qaraciyərdə toplanırdı. Maddələr mübadiləsi imiş. Glikozadan sırf glikogenin parçalanması isə gəlin görək hansına aid olar. Glikozadan da glikogenin yaranması, deməli uyğun gələr hansına? Yapmaq, plastik mübadiləyə. Glikozadan glikogen yaranır. Plastik mübadilə bilirsiniz ki, sintezdir, yaranma idi. Sözün mənası da yapmaq deməkdir. Ona görə uyğun gəldi D variantı. Burada nə deyir? İkinci ardıcıllıqda olan məntiqə əsaslanaraq birinci ardıcıllıqdakı sual işarəsinin əvəzinə uyğun gələn termini deyin. Glikozdan glikogen yaranıb, yəni yapmaq, nəsə yaranmaq plastik mübadilədir. Parçalanması, bir də təzədən reaksiyanın geri dönməsi isə yenə də maddələr mübadiləsinə uyğun gəlir C variantı. 167-yə baxaq. Müəllimə sutkalıq enerji sərfiyyatının yalnız karbohidratların hesabına ödənildiyini təsəvvür etsək, 14 saatlıq işıqlı gün ərzində nə qədər karbohidratın sintez olunması üçün bu qədər karbohidratın sintez olunması üçün nə qədər yarpaq sahəsi kifayətdir. Deməli, biz bilirik ki, karbohidratdan danışılır. 1 qram karbohidrat parçalanda nə qədər enerji ayrılırdı? 17,6 kilojoule enerji ayrılırdı. Onda neçə qram karbohidrat parçalanıbdır ki, bax, müəllim gün ərzində bu boyda enerji sərf edə bilibdir. 13.474 kilojoule enerji yaranıbdır. X buradan bərabərdir. 13.474-ü bölürük 17,6-ya. Bu da bərabər eləyir 765 qram. Demək, M-i tapdım. M oldu nə qədər? 765 qram. Mənə nəyi verib? T-yi verib. T-də deyir ki, 14 saatdır. T-imiz 14 saatdırsa nəyi tapmalıyıq? Yarpağın sahəsini. S bərabərdir sual. Düsturumuz necə idi? M bərabər ST. Buradan S bərabərdir nəyə? M bölünsün T-yə. Buradan da M bölək T-ni də yazsaq, demək 765-i bölürük 14-ə. Bu da bərabər eləyir təqribi 54,6 eləyir. Bu da təqribi 55 götürə bilərik. Demək, düzgün gələn cavabımız oldu D variantı. 168-ə baxaq. M-erintinin amin turşuları kodlaşılan hissəsindəki nukleotid sayı N-dirsə, bu M-erintidə sintez olunan zolağın orta nisbi molekul kütləsi necə hesablanır? Biz bilirik ki, baxın, 3 dənə nukleotid bir amin turşuya uyğun gəlir. Buna deyir ki, nukleotidlərin sayı N-dir. Onda N nukleotid neçə amin turşu olar? X. X buradan bərabərdir. N bölünsün 3 qədər amin turşu. Bax, yanına da yazıram ki, sonra sizə qaranlıq qalmasın. N bölək 3 qədər amin turşu olar. Deyir, zülalın M-erintidən sintez olunacaq zülalın orta nisbi molekul kütləsi necə hesablanır? Zülalın nisbi molekul kütləsini tapmaq üçün amin turşuların sayını vururdum 110-a. Biz amin turşunun sayını neçə tapdıq? N bölək 3. Onda bu N-in yerinə yazaram N bölək 3 vuraq 110. Buna da uyğun gələn cavab olur, demək, A variantı. Deməli, 169-a baxaq. Hüceyrədə deyir, sintez olunmuş zülalın orta nisbi molekul kütləsi M-dirsə, bu zülalın sintez olunduğu məlumat erintesinin amin turşuları kodlaşdıran hissəsində neçə nukleotid var? Deməli, zülalların sayını biz dedik ki, N bərabərdir 110 vuraq. N vuraq, daha doğrusu 110-la biz MR zülalı tapırdıq. İndi bizdən nukleotid sayını istəyirdi. Deməli, bayaq yazdıq, bax, bundan əvvəlkinə yazdıq ki, 3 nukleotid 1 amin turşuydursa, N nukleotid X amin turşuydu. Yəni, amin turşunun sayını tapmaq üçün N bölək 3 düsturundan istifadə elədik. Ona görə də burada elə yenə amin turşunun yerinə yazaq N bölək 3. N bölək 3 vuraq 110. Bizdən nə istəyir indi burada? Deyir ki, kodlaşdıran hissəsindəki neçə nukleotid olar? Deməli, indi bunu yazmamışdan öncə ilk öncə hələ amin turşunu buradan tapaq. Amin turşu nəyə bərabərdir? Bunu yazmayaq hələ ki. Amin turşunu buradan tapanda yazaram ki, M zülal bölək 110. Amin turşunu necə yazaram? 1 amin turşu 3 nukleotid deyildi. Onda bunun da yerinə yaza bilərəm. N bölək 3. İndi bizdən nukleotidlərin sayını istəyir. Burada nukleotidin sayı bərabərdir nəyə? Nukleotidlərin sayını təbii ki, tapmaq üçün mən onda nə edərəm? M-i bölərəm 110-a. Sonra da alaram cavabı, onu da vuraram 3-ə ki, orada olan nukleotidlərin sayını tapım. Demək, 169-da da uyğun gələn cavab olacaq C variantı. 170-ə baxaq. 170-də deyir ki, zülal molekulunun translyasiyası zamanı ençixaq bir qədər su molekulu ayrılmışdırsa, onda bu zülalı kodlaşdıran M-erintinin amin turşuları kodlaşdıran hissəsinin sintez zamanı
neçə molekul su ayrılar? Bilirsiniz ki, translyasiya zamanı n çıxaq 1 idi. Amin turşuları kodlaşdıran hissədə DNT-dən mRNT-nin yaranması transkripsiya idi. Orada da ayrılan suyun miqdarını 3n çıxaq 1 düsturu ilə tapırdıq. Yəni C variantı uyğun gələcək. 171-ə baxaq. 820 peptid rabitəsinə malik olan bir zəncirli zülalın 1 molunun sintezi zamanı ayrılan suyun qramla kütləsinə bərabər olan sayda nukleotidi olan DNT molekulunda 380 adeninli nukleotid var. Bu DNT molekulunda guanin və sitozin arasındakı bütün hidrogen rabitələrin sayını hesablayın. Demək, burada nə edəcəyik? Siz bilirsiniz ki, zülal molekulu zamanı, ümumiyyətlə zülal sintezi zamanı ayrılan suyun və yaranan peptid rabitənin miqdarı bir-birinə həmişə bərabərdir. Bizdə deyir, nə qədər peptid rabitə yaranıb? 820. Əgər 820 peptid rabitə varsa, deməli 820 də elə su var burada. Deməli, 1 molun sintez zamanı ayrılan suyun qramla kütləsinə bərabər saydadır. İndi 820 su qramla dediyinə görə bunu qrama çevirməliyəm. 820-ni vururam 18-ə. Çünki suyun qramla miqdarında deyir, bax, qramla kütləsinə bərabər sayda nukleotid. Mən nukleotidin sayını tapmaq üçün suyun molunu vururam 18-ə. Bu da bərabər eləyir. Deməli, 14760 qram su molekulu. Qram su. İndi deyir ki, baxın, ayrılan qramla suyun kütləsinə bərabər sayda nukleotid. Yəni, nukleotidin sayıdır 14760-dır. Əsas olan bura qədərdir. Nukleotidin sayını tapandan sonra geri qalanı asandır. Nə edirik? Deyir, DNT molekulunda 380 adenin var. Əgər 380 adenin varsa, onda 380-də timin var. Bu ikisini cəmləyərəm, bərabər eləyər 760. Ümumi nukleotid sayım neçədir? 14760. Ondan çıxaram adeninlə timinin sayını ki, tapım görüm, guaninlə sitozin nə qədər olar? Bu da bərabər eləyər elə 14000 guaninlə sitozinə. Məndən nəyi istəyibdir? Deyir ki, guanin və sitozin, bu DNT molekulunda guanin və sitozin arasındakı bütün hidrogen rabitələrinin sayını hesablayın. Bir, guaninlə sitozin arasındakı hidrogen rabitəsini, bir də bütün hidrogen rabitələrinin sayını istəyir. İndi gəlin əvvəlcə buradan tapaq görək, hələ bizdə nə qədər guanin və yaxud da sitozin var. 14000-i bölərəm 2-yə, tapım görüm burada nə qədər guanin və sitozin var. Tapdım ki, demək 7000 dənə guanindir, 7000 dənə də sitozindir. Hərəsindən nə qədərdir? Onların sayını da tapdım. Bizdə hidrogen rabitə. Bir, guanin ilə sitozin arasındakı hidrogen rabitəsini istəyirdi. Guanin ilə sitozin arasındakı hidrogen rabitəsini. Bir də deyirdi ki, ümumi hidrogen rabitəsini tapaq. Guanin ilə sitozin arasındakı hidrogen rabitəsi necə idi? Belə yazırdıq da 3 idi. Elə deyil, guanin ilə sitozin arasında 3 qat hidrogen rabitəsi var idi. Ona görə də 7000-i birinci vururam 3-ə, tapıram ki, guanin ilə sitozinin arasında nə qədər hidrogen rabitəsi var. Tapdım ki, guanin ilə sitozinin arasındakı hidrogen rabitəsi 21000-dir. Ümumi hidrogen rabitəsini necə tapırdıq bəs? Ya nukleotidlərin sayının üzərinə gəlirdim guaninin sayını, ya da yazırdıq 2 vur adenin, üstə gələk 3 vur guanin. Hansı sizin üçün rahatsa onu istifadə edə bilərsiniz. 2 vur adenin üzərinə gəlirim, 3 vur guanin. Adeninin miqdarı nə qədər oldu? Adeninin miqdarı mənə 380 vermişdi. 2-ni vururam 380-ə, üzərinə gəlirəm, 3-ü vururam. Guaninin miqdarını nə qədər tapdıq? 7000. 3-ü vururam 7000-ə. Bu da bərabər eləyir. Deməli, 760, üzərinə gələk 21000. 21000. Bu da bərabər eləyir 21760. Deməli, cavabımızın biri oldu 21760. O birisi cavabımız isə oldu. İkisinin arasındakı hidrogen rabitəsi 21000. Baxaq cavabımıza. Biri oldu 21000, biri də oldu 21760. Demək, uyğun gələn cavabımız oldu burada da A variantı. Sonra 172-yə baxaq. Yaşıl bitkinin üzərinə işıq düşdükdə aşağıdakılardan hansı daha əvvəl baş verər? Hansı daha əvvəl baş verər? Təbiidir ki, birinci oksigen ayrılır. Yəni suyun fotolizi daha əvvəl baş verir. 173-ə baxaq. Deyir, yaşıl bitkinin üstünə düşən işığı söndürsək aşağıdakılardan hansı daha tez baş verər? Əgər bayaq oksigen o dəqiqə ayrılırdısa, söndürən kimi də demək oksigenin ayrılması dayanacaq. Ona görə də uyğun gələn cavabımız olar Y variantı. 174-də baxaq. Sürətlə qaçan bir adamın əzələ hüceyrəsində qlikozanın, süd turşusunun və ferment miqdarının zamandan asılı olaraq dəyişilməsi hansı qrafikdə düzgün ifadə edilmişdir?
Deməli, biz bilirik ki, qaçan adamdırsa, demək bunda qlikoza parçalanacaq. Əgər qaçırsa, demək tez-tez tənəffüs elədiyinə görə, qlikoz da tez-tez parçalandığına görə burada qlikoza tam parçalanmayacaq, çevriləcək süd turşusuna, amma fermentin də miqdarı ümumiyyətlə dəyişməyəcək. Demək, ferment görürsünüz, onsuz da hər birində verib ki, ferment dəyişmir, üçü görürsünüz, sabit saxlayıbdır. Dedik ki, qlikozanın miqdarı azalacaq, süd turşusunun miqdarı artacaq. Baxın, qlikoza azalır, süd turşusu azalır, ferment də dəyişmir. Demək, uyğun gələn cavabımız oldu C variantı. 175-ə baxaq. Əgər fotosintez zamanı sintez olunan üzvü maddənin malik olduğu enerjini Y ilə işarə etsək, onda Y vuraq 100, Y vuraq 100 artıq biz bunu əzbər bilməliyik ki, deməli, yarpaq səthinə düşən günəş enerjisinin miqdarıdır. Yəni, bu düsturla tapırıq məsələlərimizdə. Ona görə də D variantı uyğun gəlir. 176-ya baxaq. Əgər bitkinin yarpaq səthinə düşən günəş enerjisinin miqdarını Y ilə işarə etsək, onda Y bölək 100. Burada Y vuraq 100 günəş enerjisini göstərirdisə yarpağa düşən. Onda Y vuraq 100 də demək nəyi göstərəcək? Fotosintez zamanı üzvü maddənin malik olduğu enerjini bizə göstərmiş olacaq.